Başladım. Salam aleyküm dostlar, necəsiniz? İnşallah ki yaxşısınız. Çoxdan da bilirəm, bu videonu gözləyirdiniz. Bir dənə post paylaşdım, dedim suallarınızı oraya yazın. İnşallah sualları cavablayacağım. O demək deyil ki, başqa sualları cavablamayacağım. Başqa da ki, əlavə sual yazın, yorumlarda yazın. Bacardığım qədər bütün sualları cavablayacağım. Qarabağ Universiteti barədə. Bu arada 1-ci, 4-cü qruplar balınız çıxıb deyəsən, dönəmdən çıxmalıydı. Dünyanın necəsidir, 2019-da 18 axşam çıxıb. Ümumiyyətlə, hamı qrupu yoruma yazsın, görənə qədər ballar. Deməli, ilk sualdır. Qarabağ Universitetində oxuyan Şuşada dərs keçə bilərik. Mən istəyirəm dərsindən çıxım, qala divarlarını gəzin. Maşallah, gülmək üçün qoy. Problem yoxdur, get qala divarlarını gəzin, dağları gəzin. Harada istəyən dərs oxu, problem deyil o. Yəni, gedişdə sərbəstsiz. Bir dənə vaxt var, səhər 6-dan yoxsa 7-dən yataqxanadan çıxırsınız. Yəni, çıxış saatınız. Axşamana qədər yataqxanadır. Hara gedirsən, get, özün bilərsən. Orada təhsil alıb Qarabağda işləmək imkanı olacaq, yoxsa diplomla Bakıya qayıdacaq? Aha, əsas qəşəng sual verib. Təbii ki də 100%. Qarabağda işləmək, yəni əsas elə bizi bura üçün deyə ən çox yetişdirirlər. Çünki burada Qarabağda oxuyanlar bilir, mexanikəndə qalanlar bilir ki, burada qəşəng obyektlər tikirlər, şirkətlər hazırlayırlar bizim üçün. Əsas kompüter mühəndisləri daha çox şərait yaradırlar. Hamısı yaradırlar, amma kompüter başqadır. Əgər təhsil pulsuz olsa bizi məcburi işləndirəcəklər. Baş işləmək. Sual başa düşmədim, elə bir yazarsın. Təhsil zaten pulsuzdur, yataqxanada pulsuzdur. Stolunla keçməmiz. Maşallah. Səmizlik imandan gəlir. Yeni universitetdir deyirlər, müəllimlər də təzədir, yoxsa başqa universitetdən gətirirlər. Qəşəng sual verib. Universitet təzədirsə də, müəllimlər də təzədir. Başqa yerlərdən gəliblər. Məsələn, bizim Fuadların falan hamısı Bakı mühəndislikdən gəliblər. Mühəndislikdən də çox müəllim var. Mühəndislər heyətimizdə var, cavablayırlar. Xarici universitetlərdən var. Bəli, xarici universitetlərdən var. Bu arada bu sualı saxlayır. Tibbi seçənlər haqda da bir istəyirəm. İndi deyim, əldən çıxsın. Tibbi seçmə əgər istəsəz, bundan yaxşı fürsət yox. Nəyə görə? Tıbb universiteti burada təzasüdlər. Bütün avadanlıqlar yüksək səviyyədə, hamısı xaricdən gətirirlər. Hətta oranın deyəsən dekan deyirlər, nə deyirlər oranı? Əsas baş dekanı Amerikadan universitetdən gətiriblər. Hansısa məşhur biridir. Həqiqətən bizim rektor da Şahin Bayramımızı Amerikada olurdu. O başqa məsələdir. O ayrı məsələ. İndi rektora dekan ayrı. Onsuz rektor Şahin Bayramov zaten. Sadəcə o universitet Qarabağın nəzdindədir də. Sonra orada dərslərdən Şuşa konsertə gedə bilərik. Mədəni həyat valla mədəniyyətdə də yaxşıdır. Şuşa konsertdə olanda olur, yəni aram yoxdur. Yəqin o Cılıq-Cızında festival olur. Ay sağ olun. Xalq Bülbül festivalı, yəqin onun nəzərdə. Mən getməmişəm heç. Onsa ilin axırı olur, bir dəfə olur, deyildi. Gedən uşaqlar çox idi. Mən getməmişdim çünki. Yaz əlayım. Bu Xankəndə çox konsert olur, Meydançada. Arxadan gördüm, Meydança var. Prost indi təmirdə də orada da çox olurdu. Şeydə də olur da, bu icranın qabağında. Orada da Novruz bayramı çok oldu. Bir Qarabağ bayramlarda qəşəng konsertlər olur yəni. olur. O Zəfər günündə də 8 noyabr var. Sonra yeni ildə Novruz bayramında. Vallahi heç birinə getməmişəm. Novruz bayramı maraqlıydı amma. Yəni uzun müddət o dərsin adını yorğunçuluğunu orada pulunu çıxardıqlar. Mən də başqa cürə çıxartmam. Bəli. Qarabağ Universiteti xaricə çıxış imkanı verəcək Erasmus falan olacaq 100%. Universitet əsasən ingiliscə tədrisdə olacaq ki, Müəllimlər yaxşı şagirdlər qabağa çəkməyə Qabağa yaxşı tələbələr. Həm də şimdi universitetdə. bölgədə internet necədir? Onlayn dərslər alınacaq. Wi-Fi yoxdur, keçə bilmədim, bəhanəsi düşəcək. Wi-Fi yoxdur, keçənmədim, girənmədim, bəhanəsi olacaq deyil. Bölgədə internet yaxşıdır. Universitetdə maşallah neçə megabit idi? 300 idi, yoxsa neçə megabit idi? Megabit. Megabit. Fix. Kameraya səhv saldım. Yəni, deyəsən, ayrıca evləri falan çəkəndə 1000 megabitə qədər var. Amma ki, yataqxanada biraz zəifdir, düzdür, test-testləsə problemlər olur. Yataqxanada 1200 tələbə eyni vaxtda. 1200 tələbə. Amma universitetin tutumları verir. Olsunlar uzağı 300-400 tələbələr. Eyni zamanla söhbət gedir, düzdür. Səhərlər məsələn, və yaxud günorta vaxtları saat 2-də zaten internetin yataqxanada güclü olur. Çünki bəzilər universitetdə falan olur ona görə.
Universitetin girişində təhlükəsizlik çoxdur, keçid sistemi, kameralar falan necə olacaq? Bu biraz məzəli sual, yəni kameralar Universitetin var. girişində mühafizə yox, birbaşa polisdir yəni. Polis, birbaşa polisdir, 2 nəfərdir, polisin ayrı kabineti var və salam. Kameralarda Yəni Smernoğlu polislər yəni. Ümumiyyətlə şəhər. Girişdə Face ID Yüz tanıma sistemi. Face ID-dir. Yataqxanaya girişdə Face Touch idi. Face Touch ID idi. Oranın içində Qarabağ Universiteti yazılması sirdə fərq effektinə daha çox diqqət çəkir. Bəli, 100%. Bu yəni o yəni yoxdur. Təbii ki də Qarabağ Universitetində sirdir. Biz sadəcə sərgiyə gedəndə orada sırf Qarabağ Universiteti yazısını görüb yaxınlaşırlar. Kənd təsərrüfat texnologiyaları sərgisinə getmişdik. Agro sərgi, Kaspiyan Agro ya da Agro Kaspiyan idi. Dəqiqəsində də o araşdırsalar baxaq görə bilərlər də. Orada yəni sırf Qarabağ Universiteti yazısını görüb çox maraqlanırdılar, gəldiklər, danışıqlar edik. Ola bilər, yəni maraq çoxdur. Belə yerlərdə öz-özü yaxşı tərcümələrsə. Yəni biraz danışıq qabiliyyəti olsa və s. Deməli, tələbə həyatın Qarabağınızı təsəvvür edirsən. Kafedə oturub ders oxumaq olacaq. Niyə olmur ki? Olacaq deyəndə yazan olub ki, birinci kurs sarıb. Dərsdən çıxıb gedirdik kafeyə, orada qədim şəki. Orada şəki paxlavası yemiş, qəşəng paxlavası. Yəni orada çay deyirik, nə bilim, şirniyyatdan zaddan deyirik. Elə deyim də, kafeyə ehtiyac yoxdur. Yeməkxanada valla otururuq, yeməkdə yeyirik. Kodda yazılır, kompüter qazanımızda. Rahat, yəni istədiyimiz yeməkxana da yəni bir restoran kimi şeydir. Otururuq orada dostlarla rahat. Yəni bəs salam da. Yəni ən az kafedə oturanda duracaqlar ki, da nə salmırsa durun. Orada elə deyil də, yeməkxanada Yeməkxanada deyəndə onsuz da burada çox xərcin çıxmır, Bakı kimi xərcin çıxmır. Ətrafda yeməkxana, market, aptek kimi şeylər var. Yeməkxana soruşmaya ehtiyac yoxdur zaten var. Ola bilər, sual edilməsi ətrafda əlavə. Əlavə restoranlar dəhşət çoxdur. Ən çox bəlkə də mən deyim, deyə bilərəm ki, obyekt restorandır. Addım başı kafe, restoran. Market düz 30 saniyəlik oldu. Marketlərdə. Yeməkxananın altı oba marketdir. Rahat da market var. 5 dəqiqəlik, 6 dəqiqəlik oldu. Bura o da açacaqlar mən biləm. Yəni açacaqlar. Şurada açıblar deyəsən. Şurada açıblar, ya da açıblar, dəqiq bilməm, amma bir an bilirəm ki, tikilir də açılsaydı. Arazı marketdə var. Böyük bura var. Ən çox istədiyiniz şeylərdir Qarabağ Universiteti ilə bağlı, hansı imkansı mükəmməl olar? Bu yəqin mənə verilən sualdır. Hansı təklif eləmək olar Qarabağla bağlı? Hələlik, yəni beynində gətirən təklifləri özləri maşallah əsasda vaxtı gəldikcə yerinə yetirirlər. Yəni şərait yaradırlar. Düşünməmişəm bu arada, amma düşünüb bəlkə də təklif versək nəzərə alalım. Vaxt lazımdır, nəzərə baxılır. Qarabağ Universiteti seçməyə peşman olan varmı? Araşdırmışsan. Belə deyim də, oxumayan üçün hə. Çünki belə deyim, biraz oxumaq lazım. Yəni oxumaq tələbəsi. Oxumaq istəsə gəlin Qarabağ seçin. Vaxt tapmır. Düzdür, deyəsiniz ki, oxuyan da burada cəmaət şef edir. Vaxt tapmır. Hə, Bir danış. yəni deyə bilərsiniz ki, Gəzmək istəyirsən, get Qarabağı gəzdə, Şuşaya alasan, biz gedirdik də. o demək deyil ki, Vloglar var, vloglar var da. Yəni o demək deyil ki, gəzirsənsə dərs oxumursan, o ayrı. Amma ki, ancaq dərs oxumayan tələbə üçün pisdir. Təbii ki, elə bu universitetdə. Elələri şikayət etdirəndə ola bilər. gördüyümüz qədərdir, yəni onu demək istəyir. Səncə Qarabağ Universiteti gələcək Harvard səviyyəsində belə də ki, biz Harvard Qarabağdan artıq universitet demişim. Ola bilər. Artıq universitet. Nəysə. Qarabağ Universitetinin hansı ixtisaslar var, hansını tövsiyə edərdin? İxtisaslar çoxdur, bu araşdıra bilərsən. Yəni burada desən video uzun olacaq. Mən hansını tövsiyə edərdim? Valla mən baxır hansı. Əgər birinci qrup informatikasında Qarabağ Universiteti olandan sonra Lüboy ixtisas olacaq. Maraqımız olan Lüboy ixtisas. Amma belə ən prestijli ixtisasları məncə kompüter. Özüm olduğunu görə demirəm. IT-dir. Bir dəqiqədə məsəl üçün ona maraqlı. IT üzrə, kompüter üzrə əsas. Bir də üçüncü qruplarda hüquqdur. Bu il hələ ixtisasları bilmirik də. Bəlkə ona görə IT deyirəm ki, bəlkə IT üzrə başqa Asılacaq, deyəsən kompüter kompüter elmləri, informatik təhlükəsizlik, texnologiyaları falan belə ixtisaslar olur. Qəbul balı neçə olmalıdır? Bu biraz ümumi sualdır. Qəbul balı dəyişə bilir də. Yəni keçid balı hər il dəyişir, təbii ki, hər universitetdə olan kimi dəyişir. Məncə mənim fikrimcə Tip Universitetinin balı kəllə saxıdadır. Mən elə fikirləşirəm. Neçəyə? Yəni kəllə saxıda çox olacaq. Ən az 620 plus olacaq. Bax, O orası sonuçta tibbin balı həmişə çox olur. Amma 2 il çox artıq tibb universiteti qədər o çox olmayacaq. Yəni mən belə deyim də, belə deyirlər ki, hətta kodlaşdırma müəllimi
düşmə şansın zəifdir. Mən ilk 2 yerə Qarabağ yazmışdım, 3-cü yerə Adonsu yazmışdım. Dedi Adonsuya düşmə şansı daha çoxdur, amma 470 balla gəldim düşdüm. Keçid balda mənim fərqim 441 idi. Siz yəni maksimum 480 yığın, buranı inşallah garanti edirsiniz komitə mühəndisi. Demək, birinci qrupu garanti edirsiniz burada. Bax, 1-2 il çox artmayacaq məncə ballar, amma o korpuslar zaten tikilməyə... Həm də görəcək bizim inkişafımızı görən tələbələr, həm də... Onda çox artacaq. Hə, gələcək. Çünki hələ heç şübhəlidir, az olsa şübhə Kampusu var. hələ tikilirdi, 64 hektarlıq buranın proyekti var, plan var. Hər cür korpus tikiləcək. Təhsil səviyyəsi yüksək yoxsa sırf reklam da gəlib özünüz baxa bilərsiniz. Yəni, yüksəkdən də yüksəkdir, inşallah da bunu sübut edəcək sizə, bilirsən, sadəcə zaman lazımdır, başqa etsin. Yəni, burada lev yollar keçmir, başa düşürsən, təhsil barəsində. Yəni, məcbur oxumalısan, özünüz də başa düşürlər. Tələbələr üçün təqaüd sosial dəstək, yemək kartı və s. var. Sosial dəstək yoxdur, yemək kartı da yoxdur, tələbə kartı da yoxdur, olacaq. Təqaüd də normal, yəni ilk sentyabrdan, sıfırdan başlayan hamıya 100 manat verdilər, ta ki imtihana qədər. İmtihandan kəsildi, vermirdilər, kəsilməyənlərə normal ödəyirdilər, əlaçı və yaxud da dəyişənə qədər. Bir də əlavə 500-dən yuxarı yığanlara 50 manat, 600-dən yuxarı 100 manat, 650 plus 150 deyirsən, belə bir şey. 600-dən yuxarı 100, 500-dən yuxarı 500-600 arası 50 manat. 150 vermirdilər. Yox, vermirdilər. Yəni belə. Bir də şimdi əgər ixtisasda məsəl üçün ola bilər incəsənətdə və s. daha çox yüksək bal yoxdursa, elə 500 plus və s. Özbəkdən. Orada ən yüksək, həmin qrupda elə ki, ən yüksək 5 nəfərə 50 manat. 50 manat. Yəni onlar Əlavə deyə yaratırlar. Hər ixtisasın ilk 5-inə. məsəl üçün balınız biraz yüksəkdir, amma biraz zəif ixtisas seçsəniz, yenə yüksək stipendiya alasınız da. Tələbələr fəaliyyətə yeni başlayıb deyirlər, orada oxumaq risk deyil, yox, risk nə olur ki, əksinə, yəni, müəllimlər hamısı təcrübəli müəllimlər, yəni, tələbələri müəllim üçün gətirmirlər də, risk olmamalıdır, əksinə, risk başqa universitetlərdə istəmirəm daha doğrusu, yəni, universitet olmaz, təhsil ocağını, yəni, bilmədiyin, nəsə gəldi universitet seçsən, mən də risk fikirləşib seçməlisən. Şuşa Ağdam kimi şəhərlərdə yerləşəcək deyirlər, təhlükəsiz necə olacaq? Deyirlər, məsəl üçün elə olacaq, məsəl üçün aqronomla bağlı təhsillər, ixtisasları korpusda tikəcəklər Ağdamda. Mən belə eşitmişəm. Şuşa ilə, incəsənətlə bağlı Şuşada tikəcəklər, qalan da obyektiv fəndlər, humanitar. Deyəsən, inşaat da ola bilər. Komiteli falan burada qalacaq, tip falan düz universitetin yanında tikirlər. Yəni orada qalacaq. Bu deyim ki, Tibb Universiteti 2000 artıq bu ildən başlayaraq 2025-ci ildən başlayaraq seçim edə bilərsiniz. Turizm və Şuşaydı deyəcək, turizm şey ola bilər. Çünki orada müstəq falan gəlir. İndən məsəl üçün deyirsə qabağa çəkirlər tələbələr. Bax indidən məsəl üçün qrupa link atırlar ki, fərqi yoxdur da bütün tələbə. Bu turizmə daha çox üstünlük verirlər ki, deyirlər ki, Şuşa turizm mərkəzi olur. Hə, Şuşa turizm mərkəzi olur. Gəlin onu köhnə kimi işləyin. Bir dil bilib olmalıdır. Xaricilər gələndə dil biliyi olmasa da olar. Yəni gələn qonaqlara başa salmalıdır. Sadəcə biraz məlumatlanmalısan, abidələr falan, bu harda tikilir, bunlar biraz başa salmalısan, bəs salam. Yəni indən kağıt yararlar, təcrübə yaranır istərsən. Adamda 18 yaşında sən verirsən, düzdür, səhv eləyəcəksən, amma ki 20 yaşında, 21 yaşında olarsan təcrübə kadr. Amma başqa yerdə, yəni daha az prestijli universitetlərdə sən hələ 22 yaşında qutarırsan, qutarandan sonra əskeri rejim gələsən, sən öz ixtisasında olasın, olmayasın, bilinmir. Düzdür, o da yerdə uşaqdan asılıdır. Hazırda binası var, yəni ki, Tibb Universiteti demək istəmişsiniz. Az qaldı, yarısı tikiblər, yəni sizə seçim edin, Kimin bu universitetin avqustda tam hazır deyil. Biz sentyabrda, mən avqustda gəlmişdim, hazır deyil. Hazır deyil. Çünki şəhərin ki, bu universiteti xəstəxanada var. Amma sentyabrda gəldim ki, yəni dayanmadan işləyirlər. İnşaat barəsində heç nə qalmayıb da, 3 smen iş gedirdi. Öyle 3 smen zarafat deyil. Tip özü xəstəxanada olacaq onsuz da. Qarabağ Universiteti diplomu digər dövlət universiteti kilsələrdən, aha, yaxşı sual. Qarabağ Universiteti 2 dənə diplom verir. Biri normal bildiyimiz universitet diplomu, biri də xaricdə tanınan diplom. İkili diplomdur. İkili diplomdur. Bu da üstünlükdür xaricdə tanınan diplom ki, hansı universitetdən? səbəbini deməyə tez yox.
könüllülük təcrübə Erasmuslu xarici proqram imkanı oldu. Könüllülük bəli çoxdur, elə demişdilər. Bəzən prosta məsəl üçün ingilis dilini maraqlı öyrənmək üçün kamplar yaratmışdılar. Xaricə gelirsən, kamplar, meşədə qalırsan, kamp həyatı. Prosta o biraz pulluydu. 3500 euro səhv eləmirəmsə. Amma bəzən də şərait yarada bilirlər, daha pulsuz da hətta eləyə bilərlər. Sonra universitet hansı dilləri tədris olacaq? Azərbaycan, ingilis, ikisi də. Bizə həftənin hər günü ingiliscə keçirilir. Sentyabrdan ta bura gələnə qədər hər günü ingilis dili. Özü 2 dəfə. Birinci semestrə qədər 2 dəfə, həftədə 2 dəfə. İkinci semestrdə praktik ingilisini yığışdırdılar, intensiv ingilisini keçirdilər. Elə günün yoxdur ki, ingilissiz olsun, ingilis dilisiz olsun. Hamısını keçdik. Gələn ildə bilmirəm təzə gələnlər nə olacaq. Bizə tədris ingiliscə olacaq. Daha gələnlərə bilmirəm. Bəlkə gələnlərə bizim kimi şərait yaradarlar, yoxsa Gələnlər də bizim kimi ingilis keçəcəklər. Əvvəllər universitetdə foundation olurdu, 5 il olurdu dönməsi. Dolayısıyla sonradan qanun çıxdı ki, o ola bilməz də, əlavə il olmasın. Ona görə də sonradan bütün universitetlərdə artıq ilk kursu paralel keçdilər də, həm ingilislə, həm normal fənlər. Ona görə bizdə də. Amma hələ də var foundationlar. Səfər eləmişsə elə şey də var. Banımda yoxdur. Var idi də, prosta daha... Bu ilə yoxdur. Amma çətindir. Mən razı deyiləm o qərarına, nə yalan deyim. Ümumiyyətdə var hələ də. Sırf biri var ingiliscə öyrənirlər, amma o adam başı qarşı o fənlərlə falan kəsir falan, öz üstümə götürür məsəl üçün. Bilmirdim, proqramlaşdırmanı öyrənim, məsəl üçün riyaziyyat vereyim, tarix vereyim, yoxsa ingiliscə öyrənim, adam başı qarşı həqiqətən. Sırf onda ingiliscə biz oxuyurduq şeyə görə, imtahan verməyinə, keçməyinə görə, yəni öyrənməyə görə biraz məncə vaxt verməlidirlər. Yəni, mənfi cəhdlərində deyirəm, açıq nə varsa. Oranı bitirəndən sonra iş tapmaq asan olacaq. Yəni, his necədir? Biri var ki, köy-köyana bəxtə oxudum, keçdim, bütün imtahanları, paputuda belə deyil. Sonra mənə niyə iş vermirlər? Oturasan, ağırlasan işlər. İşinin ən yaxşısı deyilsən də. Hə, işinin ən yaxşısı olmalısan, vəssalam. Başqa, məsəl üçün, indidən öyrən, bildiyim bir şey varsa da, şərait sənin üçün yaradılacaq. Maksimum şərait yaradırlar, minimum biliyə. Bunlar qərib. Yəni özündən asılıdır. Amma ki, bəzi yerlərdə də özün nə qədər çox bilsən də, bilirlər də, bəziləri də 2 dil bilirəm, heç nə elə bilmirəm, nə bilim nə. Hə, universitet şərait yaratmayıb ola bilər. Və yaxud da ki, başqa səbəblər ola bilir. Amma burada elə deyil də, burada 2 dil bilsən, öpüb alını üstə qoyarlar. Sonra orada axırıncı suala gəldik. Orada təhsil almaq və yaşamaq Bakıya nisbətən ucuz başa gəlir. Belə deyil də, Bakıda vaxtınız gedir. Nəyə görə? Dərs 9-a başlayır da, Bakıda da burada belə deyil. Siz 8-də çıxırsınız, bəzilərinizdə 8-in yarısı, hətta bəziləriniz 7-də çıxırsınız. Düzdürmü? Mən 9-15-də qalmış evdən çıxıram. Bəzən elə olub 9-un yarısı yuxudan durmuşam, çay içmişəm, 9-15-də qalmış çıxmışam evdən. Fərqə var, zaman fərqi. Bu bir. İkincisi də ki, Bakıda yol pulu var, burada yoxdur. Düzdür. Bakıda yeməyə pul vermirsiniz. Məsələn, amma burada yeməyə... Əgər Bakıda yaşayırsınız. Yaşayırsınız təgər. Mən də Bakıda yaşayanlar deyirəm. Amma, yəni, Bakıda rayonda qalıb Bakıda yaşayanlar yox, sərf eləmez. Təbii ki, burası 100% sərf elədir. Həm kira pulu verəcək. Kira pulu, kommunal pulu, kommunal da burada pulsuzdur. Hər şey də pulsuzdur, yəni rahat. Evi də təmizləyirlər burada. Evi də təmizləyirlər. Vaxtında yastıq, pastel, üzünlə gəlib dəyişirlər. Çamaşırxanada ayda 5 kilo paltar verəbilirsən. 5 kilo elə belə gəlməsin, 5 kilo çamaşır verəbilirsən. Yəni belə. O cəhətdən şərait yaxşıdır. Amma məsəl üçün... Daha çox da verə bilərsən, yoxsa yəni 2 manatdır da talon, o da 2. Çox verə bilər, 10 kilo verir ki, o birisi 5 kilo olsun, artıq 2 manat ödəməlisən. Bu da məncə normaldır. Aylıq 5 kilo paltarınız olar deyil. Məsəl üçün belə deyim də, gedirsiniz, Bakıda olacaqsınız da, başqa universitetə evdən çıxıb gedirsiniz. Yeməyi evdə yedərsiniz, Bakıda qalanlar üçün də. Düzdür, yol pulu aylıq günə 3 manatdan götürək 90 manat çıxır, 100 manat, o sərf eləyə bilər. Amma ki, bir şey də var ki, yəni zaman gedir də, düzdürmü? Məsəl üçün burada, məsəl üçün mən özümdən götürüm, deyirlər nə qədər pulum çıxıb, belə deyim də, mən indi 180 manat günorta axşamdır, səhər günorta axşam 210 manatdır. 210 manat ödəyirəm səhər günorta axşam yeməyinə. Qalır məsəl üçün, özüm də indi gündəlik 1 manat, 2 manat lazım olur və yaxud da ki, elə olur, xəşlənmirəm, mənə lazım olmur, elə olur uşaqlarla falan indi əlavə gedir eləyirik.
Elə olur günə 5 manat çıxar. Bu dəyişə bilər. Evdə məsəl üçün safit qalmış tutarır, safit qatışı alırıq. Və yaxud da ki, indi şərt deyil atışı belə olur ki, göndərirlər kimin safit qası var da atışı almırıq da məsəl üçün. Minimum stipendiya ilə. Minimum stipendiya ilə. Ayda 200 manat əlavə pulla burada krallar kimi yaşayarsınız. Hə, qəşəng. Günorta simeni səhər simeni olacaq. Ona görə Gələr, işləmək olacaq. hə, işləmək olacaq. Gələr günlük. Yox, yenə də mən dərs saatına baxdım. Bizə verilən cədvəl 4-cü kursun axırına qədər bizə cədvəllər veriliblər, keçəcəksiniz. Baxdım, yenə də dərs saatımız eyni qalır, dəyişməz olaraq qalır. Dərs saatımız yəni gündəlik 5 saat dərs saatı. Bizdə tənəffüs bizdə tənəffüs tənəffüs çox idi. İndi tənəffüs deyilən necə bizdə? Məsələn, biz 9-da başlayırıq, 1 saat yarım dərs dayanmadan, ha, tənəffüs. 1 saat 20 dəqiqə. 20 dəqiqə, 1 saat, 40 dəqiqə tənəffüs. Yəni tənəffüs vaxtımızı Allah elə heç. Düzdür, evə gələ bilirik, bəzən yemək yeyib gedə bilirik, qaça-qaça düşə bilirik, 5-10 dəqiqə keçsə bilirik, bəzi məsəl üçün yola bilirlər. Amma ki, bu işləmək üçün sərfəli deyildi. Bilmirəm gələnlər necə olacaq indi ikinci məzundan. Amma ki, oxumaq üçün məncə sərfəli. oxumaq üçün sərfəlidir, hə. Qardaşım bir yazıb ki, yataqxana pulsuzluq, bəli, yataqxana pulsuzluq. İşıq və saat təmin olunub, aylıq yeməyə və ödəniş təqaüd. Qaz yox, su və işıqla. Qazı çünki qoymurlar, tələbə deyədən çıxan qaza çıxa bilər, qəza ola bilər, ona görə su var, işıq var. Qaza da ehtiyac yoxdur məncə. Mikrodalğalı soba ilə istədirsiniz yeməkləri. Pişirmək də, onu yemək pişirmək olmaz evdə. Hazır ya Bakıdan göndərirlər və yaxud da ki, kek pişirə bilərsiniz. Hazır keklə pişirilir, neysə. Və yaxud da ki, aşağıda yeyirsiniz. Yəni, bu cəhətdən biraz belə bir şey var. Suda maşallah səhər axşama qədər isti suyu, soyuq suyu, bəzi problemlər olur. Kuxnadan suyu açanda o bir tərəfdən su soyuq su olur. Burada da problem yoxdur. Yəni isti suyu bəzən naporu, bəzi yerdə az olur. Burada elə yəni rahat hər şey. İsti suda qəşəng, soyuq suda normaldır, hər şey əladır. Yəni genel biotexnologiya ixtisası olacaq. Yox, olmayacaq. Hələ o biraz olmayacaq. Biotexnologiya olmayacaq. Biraz biotexnologiya bilməlisin, biraz kompüter bilin olmalı. Biraz da O hansı universitetdə var? bilmirəm. Qəşəng saydı sual verib. Nəysə, orada vlog çək. Vlog çəkmişəm, videolarım var orada çoxdur. İnşallah yəqin ki sizə istədiyiniz məlumatları verdim. Yəni əlavə sualınız olsa şərhlərdə qeyd edin. Bir də balınızı yazmağı unutmayın. Ola bilər başqa universitetləri seçənlər olacaq, maraqla baxa bilərlər. Bir də qətiyyətlə hansı universiteti seçəcəksə, yəni marağınız orada sırf OMV-yə yoxdan seçəcəksə yorumlarda yazın, maraqlıdır. Biz də baxaraq təcrübə